Salam əziz abituriyentlər. Birinci qrup üzrə düşmüş sınaq suallarını müzakirə edirik. Hansı duz xlorid turşusu ilə reaksiyaya daxil olur? Xlorid turşusu ilə reaksiyaya daxil olur deyirsə, biz burada nəyə diqqət etməliyik uşaqlar? Yəni turşuların fəallıq sırasına. Xlorid turşusu bu turşunu sıxışdırıb çıxara bilirmi, yoxsa yox? Turşuların fəallıq sırasından bilirik ki, ortofosfat turşusu xlorid turşusuna neyini güclüdür? Ona görə B variantı ola bilməz. A və Y variantları isə xlorid turşusunun öz duzudur. Xlorid turşusu da bir əsaslı turşu olduğu üçün turş duza çevrilə bilməz. Ona görə A variantı və Y variantı da bizim cavabımız ola bilməz. C variantında isə sulfat turşusunun duzu verilmişdir. Sulfat turşusu da xlorid turşusuna güclü olduğu üçün sulfat turşusu ilə də sıxışdırıb çıxara bilməz. C variantı getdi. Cavabımız olur D variantı doğru cavabımız. D variantı. Çünki xlorid turşusu karbonat turşusunu duzundan sıxışdırıb çıxarda bilər. Növbəti suala keçək. 62-ci sualda hansı maddə normal şəraitdə maye haldadır? Karbohidrogenlər mövzusundan bilirik ki, karbon sayı 4-ə qədər olan karbohidrogenlərin aqreqat halı qazdır. 5-dən başlayaraq 15-ə davam edərək isə mayedir və burada karbon sayı 7 olan B variantı doğru variantdır. Keçirik növbəti sualımıza. 63-cü sualda bizə belə bir sual düşüb ki, təzyiq artdıqda hansı maddələrin suda həll olması artar? Və biz bilirik ki, təzyiq yalnız qazlara təsir göstərir. Yəni, biz cavablardan uşaqlar qazları seçməliyik. Və burada bilirik ki, tərkibində metal olanların hamısı bərkdir. Natriumdan kalium getdi. Birincidə karbon qazı qazdır, azot qazdır, amoniak qazdır. Yəni, cavabımız 1, 3, 4 A variantı olacaqdır. Baxaq növbəti suala. Hidrogenin yanma istiliyi 286 kilojol bölünsün mol olarsa, reaksiyanın istilik effektini hesablayın. Aşağıda reaksiya yazılıb bizə hazır şəkildədir və biz bilirik ki, yanma istiliyi 1 mol üçündür. Yəni, 1 mol hidrogenin yanması üçün bizə istilik verilib. Nə qədər verilib? 286 kilojol. Bizdə isə neçə mol hidrogen yanıb reaksiya üçün? 2 mol. Yəni, effekt də bizə bu verilən mol üçün olmalıdır. Onda 1 mol üçün 286-dırsa, 2 mol üçün isə 2-ni vuracaq 286-ya 572 kilojol edəcək. Deməli, cavabımız 572 kilojoldur. Keçək növbəti suala. Növbəti sualımız 65-ci sual. Azotun başlanğıc qatılığı 3 mol bölək litr, 20 saniyədən sonra isə 1 mol bölək litr olmuşdur. Reaksiyanın azota görə sürətini müəyyən edin deyir bizə. Deməli, sürət düsturundan biz bilirik ki, sürətimiz nəyə bərabərdir? Qatılığın dəyişməsinin zamanı olan nisbətidir. Məsələn, ola bilər ki, düstur bizim yadımızdan çıxıb. Onda nəyə diqqət edin? Baxın, uşaqlar, vahidə. Vahiddə nə verilib? Mol bölünsün, litr vurulsun, saniyə kimi hesablaya bilərik. Qatılığın dəyişməsi 3 moldan gəlib keçib 1 mola. Yəni, nə qədər oldu bizim qatılığımın dəyişməsi? 2. Zamanımız nə qədər verib? 20 saniyə. 2-ni böldük 20-yə. Cavabımız elədi 0,1. Yəni, Y variantı doğru cavab hesab edilir. Növbəti testə baxırıq. Növbəti testimiz gübrələrdəndir. Bizə soruşur ki, hansı gübrənin tərkibində azot vardır? Birinci, karbamidin formulunu xatırlayaq. Karbamid CONH2-dən 2 dənədir. H-ımız yaxşı yazılmadı. NH2 2 olmalı idi. Deməli, karbamidin tərkibində azot var. Diamorfoz. Görək diamorfozun formuluna baxaq. Diamorfoz amonium 2 HPO4-dür.
Deməli, amorfosun da tərkibində azot mövcuddur. Yəni, testimizin cavabı 1 və 2 olacaqdır. Sadə superfosfat və presipitat isə fosforun gübrələridir. Yəni, bunların tərkibində fosfor var. 67-ci suala baxırıq. 67-ci sualımız sadə sualdır. Hansı mərhələdə ərimə prosesinə uyğundur? Ərimə prosesi bərkdən mayeyə keçir, ərimə hesab olunur. A variantı doğru cavabdır. Davam edək. Növbəti sualımız 68-ci suala baxaq. 68-ci sualımız maddə miqdarı ilə bağlı bir sualdır. Bizə verilib ki, 0,1 molun kütləsi 6,2 qramdır. İndi uşaqlar, 0,1 molun kütləsi 6,2 qramdırsa, deməli bu maddənin 1 molu neçə qramdır? 62 qramdır. Və bu maddənin 0,1 molunda 4,6 qram X maddəsi varsa, deməli bunun 1 molunda 46 qram X maddəsi var. Və bizim də maddəmizin tərkibində 2 dənə X olduğu üçün 2X nəyə bərabərdir? 46-ya. Onda bizim X-imiz edəcək 23. X-i tapdıq. İndi isə bizdə oksigenin sayını istəyir. Bizim 62 qramımızdan 2x, yəni 2 vururuz 46 qramı x-in payına düşür. 62-dən də 46 çıxdıqda bizə cavabımız olur 16. 16 qram oksigen də bizim üçün neçə oksigen deməkdir? Yəni 1 oksigen deməkdir. Və cavabımız Y variantı olacaqdır. Növbəti suala keçmədən yazdıqlarımızı pozaq və davam edək. Növbəti sualımıza. Növbəti sualımızda nədir? Hansı ifadə doğrudur? Deyir, temperatur artdıqda qazların suda həll olması artır. Biz bilirik ki, temperatur artanda qazların həll olması azalacaq. Çünki onların hərəkəti daha da artır. Həll olma yalnız kimyəvi prosesdir. Həll olma həm fiziki, həm də kimyəvi prosesdir. Baxarıq, əgər reaksiya baş verirsə, bu kimyəvi prosesdir. Yox, əgər sadəcə burada reaksiya baş vermirsə, məsələn, şəkər suda həll olursa, bu fiziki prosesdir. Yalnız ifadəsi, yəni burada yanlışdır. Uşaqlar, ümumiyyətlə bir şey deyim, kimyada demək olar ki, 90% bu yalnız ifadələri səhv olur. Yəni, həmişə bizim kimyada bir dənə istisnamız olur. Buna diqqət edək. C-də deyir ki, təzyiq artdıqda qazların suda həll olması azalır. Əksinə, təzyiq artdıqca qazların suda həll olması artmalı idi. Sonra növbəti bizə nə deyir burada? Temperatur artdıqda xörək duzunun suda həll olması artır. Xörək duzu bərk maddədir. Və bərk maddələrin həll olması da bizim bildiyimiz kimi temperatur artdıqca artmalı idi. Y variantı deyir, bərk maddənin suda həll olması təzyiqdən asılı deyil. Bəli, bərk maddələrin həll olması təzyiqdən asılı deyil. Təzyiq yalnız qazlara təsir göstərir. 70-ci sual, dövrü sistemindən bir sual düşüb bizə. Suala baxaq. Deməli, bizə nə deyir? X elementi 3D0, 4S2 formuluna malikdir. 4S2 formuluna malikdirsə uşaqlar, bu dördüncü dövr ikinci qrupa aid olan elementdir. Yəni, bu nədir? Metaldır. Və bunun maksimum oksidləşmə dərəcəsi müsbət 2-dir. Yəni, valentliyi də hansı valentliyə uyğun olacaq? 2 valentlidir. Y elementi isə 3-cü dövrün 6-cı qrupunda yerləşib. 6-cı qrupunda yerləşibsə, deməli bu qeyri-metaldır. Qeyri-metal da metalla birləşəndə minimum oksidləşmə dərəcəsi, yəni minimum valentliyini göstərir. Bu da bizə neçə valentlidir? 2 valentli olacaq. Bunlar da ixtisar gedəndə formulum nə olacaq? X və Y. Yəni uşaqlar, belə sual düşəndə imtahanda düşünmək lazım deyil ki, məsələn, bu sıra nömrəsi gəlsin 16 olan element hansıdır? Yəni, özünüzü çaşdırmayın. Bu qayda ilə getsəniz, yəni 1-ci, 2-ci, 3-cü qrupun əsası metallar, istisna hidrogen, helium, bor olmaqla,
4, 5, 6, 7-ci qrupun əsası isə qeyri-metallardır. Metal və qeyri-metal birləşməsində metal maksimum, qeyri-metal isə minimum oksidaşma dərəcəsi göstərir. 71-ci suala keçək. Vürs deyir ki, X vürs reaksiyasından alınmış. Biz də bilirik ki, vürs reaksiyasından alınmayan hansıdır? Metan, CH4. Metanın da emeri üçün nə yaza bilərik? Emer metan bərabərdir 16 qram. Aha. 16-dırsa, deməli digərinin emeri 16 üstə gəlsin 42, 58 qram edəcək. Alkanların da emeri bilirik ki, nəyə bərabərdir? 14-in üstə gəlsin 2 bərabərdir 58. N'in də qiyməti burada bərabər olacaq 4-ə. Yazılmadı burada 4-ə. Deməli, 4 karbonlu alkan adı da olacaq butan. Cavabımız oldu B variantı. Davam edək. Bir daha da yazdıqlarımızı buradan başlayırıq. Aha. Növbəti suala keçid edə bilərik. Növbəti sualımız fotosintezlə bağlı sualdır. Fotosintez reaksiyasını yazaq. Fotosintez nədir? Karbon qazı və suyun iştirakı ilə H2O, glükoza C6, H12, O6, bir dəqiqə. Üstəgəl oksigen alınması ilə baş verir. Bu reaksiyada glükozadan başqa hamısının əmsalı 6-dır. Onda mənə 10 mol su sərf olunubsa, 10 moldan alınacaq oksigen. Deməli, cavabım nə olacaq? 10. Çünki 6 mol su girəndə elə 6 mol nə yaranır? Oksigen. Glükozadan başqa hamısının əmsalı 6-dır. Yəni, heç reaksiyanı bilməsəniz, bu qaydanı yadda saxlasanız ki, fotosintez prosesində üzvü maddədən başqa hamısının molu eynidir. Keçək növbəti suala. 73-cü sual. Hansı reaksiya baş vermir? Və ilk öncə uşaqlar reaksiyalarda diqqət edin ki, görün bu reaksiyalarda nəyi soruşur bizdə? Məsələn, sinklə H-xlorun reaksiyasına baxıram. Sink hidrogendən əvvəl gələn metaldır. Deməli, hidrogeni sıxışdırıb çıxardacaq. Bu reaksiya baş verdi. Kalsium oksid tipinə görə əsasi oksiddir və aktiv metalın oksidi olduğu üçün su ilə reaksiya girib kalsium hidroksid verəcək. Deməli, reaksiya baş verir. C variantında əsasi oksid və amfoter oksidin reaksiyasıdır. Deməli, reaksiya baş verəcək, sink karbonatın alınması ilə gedəcək. D variantı alüminium oksid amfoter oksiddir, kalium OH əsasdır. Amfoter oksid və əsas reaksiya daxil olduğu üçün kalium alüminat üstəgəl su kimi alınacaqdır. Y variantında isə silisium O2 qumun formuludur. Qum su ilə reaksiyaya daxil olmur. Daxil olsaydı, çaylarda, dənizlərdə metasilikat turşusu axardı. Deməli, cavabımız Y variantı olacaqdır. Keçirik növbəti suala. 74-cü suala baxaq. Bir dəqiqə. 74-cü sualda bizə bir lövhə məsələsi verir. Burada deməli uşaqlar 400 qram 20%li mis 2 sulfat məhlulu verilib. Buna maqnezium lövhəsi daxil edilibdir. Reaksiyanı quraq. Deməli, mis SO4 üstə gəlsin maqnezium. Reaksiyanın cavabında maqnezium SO4 üstə gəlsin mis. İlk öncə biz 400 qramın 20%-ni hesablayaq. Bu bizdə 400-ün 20% elədi 80 qram. Mis SO4-ün özünün də emerini hesablasaq, aşağıdan nə yazıram? 160 qram. Bunu yazdım. İndi mənə deyir ki, lövhənin kütləsi neçə qram artmışdır? Lövhənin kütləsi üçün reaksiya daxil olan və alınan metalların fərqinə baxaq, kütlə fərqinə baxırıq. Deməli, maqnezium 24 qram, mis isə bizdə 64 qramdır.
Burada nəyə diqqət edirik? 24 qramdan gəlib keçib 64 qrama. Deməli, fərqimiz nə qədərdir uşaqlar? 40 qram. 160 qram daxil olanda fərqimiz 40 qramdırsa, yəni artımımız 40 qramdırsa, 80 qram olanda görək artımımız nə qədərdir? Yəni 2 dəfə azalacaq. Eləyəcək 20 qram. Buradan deməli cavabımız etdi C variantı. Davam edirik. Növbəti sualımıza yazdıqlarımızı silək. Burada qarışıqlıq olmasın. Aha. Deməli, 8 mol azot, 12 mol hidrogen qarşılıqlı təsiri zamanı maddələrdən biri tam sərf olunur. Artıq qalan qazın və əmələ gələn amonyakın mol miqdarını hesablayın. İlk öncə reaksiyamızı quraq. Yəni N2 üstə gəlsin 3H2 yarandı 2NH3. Aha. Bu reaksiyada 8 mol azot, 12 mol hidrogen var. Birinci düşünək görək hansı tam sərf olunur. Azot 1 moldur, hidrogen 3 moldur. Bax, kənarda yadımızda saxlayaq. 8-i böldüm 1-ə, elədi 8. 12-ni böldüm 3-ə 4. Kiçik rəqəm hansıdırsa, tam sərf olunan budur. Yəni, mən 12-ni 3-ə böləndə 4 aldım. Deməli, tam sərf olunanım hidrogendir. 12-yə də nə yazıram? X. Buradan X-i tapsaq, X bərabər edəcəkdir. Neçə dəfə artırmışam? 4 dəfə. Bunu da 4 dəfə artırsam, deməli, neçə mol azot istifadə etmişəm? 4 mol. Başlanğıcda məndə nə qədər azot var idi? 8 mol. Deməli, 8-dən çıxdım 4-ü. Nə qədər azotum artıq qaldı? 4 mol azot artıq qaldı. Deməli, ya A variantıdır, ya da C variantıdır. İkinci sualımız isə əmələ gələn NH3-ün molunu istəyir. Mən bilirəm ki, 3 mol hidrogen reaksiyaya daxil olanda 2 mol amonyak yaranır. Bəs onda 12 mol daxil olanda nə qədər amonyak yaranacaq? Neçə dəfə artırmışıq? 4 dəfə. Deməli, 2-ni də 4 dəfə artırsam, 8 mol amonyak alınmış olacaqdır. Deməli, cavabımız 4 və 8 oldu A variantı. Keçək növbəti suala. Yine yazdıqlarımızı silək və davam edək. Növbəti sualla. 76-cı sualda bizə oksidləşmə reduksiya reaksiyaları haqqında verilibdir. Oksidləşmə reduksiya reaksiyası nədir? Harda bəsit maddə varsa, o bizim nə olacaqdır? Oksidləşmə reduksiya reaksiyamız. Birinci, bax, ən asad bundan seçirik. Amma biz burada görürük ki, bəsit maddə yoxdur deyə hər birinin oksidləşmə dərəcəsini hesablamalıyıq. Burada baxıram, oksigen oksidləşmə dərəcəsi -2, azotu hesablasam, 2-ni vurdum -2-yə. Buradan hesaplamasını yazdım sizə, rahat görün. Oksigen -2, 2-ni vurdum -2-yə. -4. Cəbri cəm 0 etməsi üçün azotun üstünə nə yazdım? Müsbət 4 yazdım. Davam edək, HNO3-ə baxaq. Oksigen -2-dirsə, 3-ü vurdum -2-yə. -6. Hidrogen də müsbət 1. Cəm elədi -5. Əksini götürürəm müsbət 5 və baxıram ki, azot 4-dən nəyə keçdi? 5-ə. Deməli, birinci oksidləşmə reduksiya reaksiyasıdır. Keçək növbəti suala. Biz nitrat turşusunda uşaqlar azotun oksidləşmə dərəcəsini tapdıq. Azot burada neçə olacaqdır? Müsbət 5. Bax, yazdım. Oksigen -2. NH üstə hidrogen müsbət 1. Hesablasaq, 3-ü vurduq -2-yə. -6, üstünə 5 gəldik. -1, üstünə də 4 vurulsun 1, yəni 4 gəldik. Müsbət 3. Əksini götürürəm, -3. Cəbricəm 0 olması üçün. N2O da oksigen -2, azot deyəcək müsbət 1. Deməli, burada da dəyişdi. Cavabımız 1 və 2 olacaqdır. 76-cı sualın cavabı B variantıdır. Keçirik növbəti suala.
Növbəti sualımıza bir dəqiqə keçid edək. Aha, növbəti sualımız 77-ci sualdır. 77-ci sualda diqqət eləsəniz uşaqlar, bizə spirt verib. Bizim spirtdən miski oksidlə, deməli, miski oksidin reduksiyasından nə alınmalıdır bizdə? Aldehid. Aldehidlərin də ümumi formulu nədir? CN H2N dəqiqə nəsə yazılmadı. CN H2NO. Biz bunun emerini hesablasaq, karbon 12, 12N üstəgəl 2N 14N üstəgəlsin 16. Yəni cavabımız D variantı olacaqdır. 78-ci suala baxırıq. Deyir ki, metal oksidindən metal karbonatın parçalanması verilib, metal oksidi və karbon qazı əmələ gəlmişdir. Burada metal oksidi və karbon qazının emerlərinin fərqi verilib uşaqlar. Bizə də nə məlumdur? Karbon qazının emeri nə qədərdir? 44 qram. Karbon qazının emeri 44 qramdır. Onda metal oksidinin emeri 44 üstə gəlsin neçə olmalıdır? 12, yəni 56. Metal oksidin içərisində də 16 qram oksigen olduğunu nəzərə alsam, 56-dan 16 çıxsam, cavabım eləyəcək 40. Yəni D variantı olacaqdır. Növbəti sualımız 79-cu sual. Hansı reaksiyada X maddəsi aldehiddir? Biz bilirik ki, aldehidlərin təyini reaksiyası, yəni gümüş güzgü reaksiyası və mis 2 hidroksidlə olan reaksiyadır. Və reaksiyanın cavabında turşu yaranır. Birinci reaksiyada görürsünüz qarışqa turşusu yaranır. Deməli, X bizdə qarışqa aldehididir. Yəni HCHO-dur. Oksigendir. Baxırıq ikinciyə. Spirtlərin yuxarıdakı sualda da var idi. Mis 2 oksidlə, deməli, reaksiyasının cavabı nə olmalıdır? Aldehid. Yenə də X maddəsi bizdə nə olacaqdır? Aldehid olacaqdır. Üçüncüyə baxırıq. Üçüncüdə isə görürsünüz ki, reaksiyanın cavabında nə alınıbdır? Duz əmələ gəlmişdir. Yəni, duzun əmələ gəlməsi ilə baş veribsə, əsas nə ilə duz verər uşaqlar bizə? Turşu ilə. Deməli, bizim sirkə turşumuz mis 2 hidroksidlə reaksiyaya daxil olubdur, duz əmələ gətiribdir. Deməli, bizdə cavab birinci və ikinci olur. 80 nömrəli testə baxaq. 80 nömrəli testdə nə deyir bizə? 100 qram filiz verib bizə və bu 100 qram filizin tam yanmasından 1 mol SO2 alınır. Filizdə kükürdün kütlə payı. Baxın, filizdə nə qədər kükürt varsa, elə bu SO2-də həmin kükürdün yanması hesabına yaranıb. SO2. Yəni, nə qədər kükürt SO2 yaranıb? 1 mol. Onda nə qədər kükürt reaksiyaya daxil olub? 1 mol. 1 mol kükürdün də kütləsi bizə neçə qram verir uşaqlar? 32 qram verəcəkdir. Onda 100 qram filizin içərisində 32 qram nə var? Kükürt var bizdə. Burada bizə faizini istəyirsə, 32-də 100-ün neçə faizini təşkil edəcək uşaqlar? Elə 32 faizini təşkil edəcəkdir. Növbəti 81 nömrəli testimizə baxaq. Yazdıqlarımızı təmizləyək ki, digər testlərdə mane olmasın bizə. Aha. 81-ci sualda deyir ki, uşaqlar, hansı reaksiya axıra qədər getmir? Axıra qədər gedən reaksiyanın şərti nədir? Su, qaz, çöküntü. Və biz bilirik ki, OH olan reaksiyaların hamısının cavabında sudur. Bax, OH-la birləşdi, sudur. B variantı getdi. C-də OH-la birləşdi, sudur. C getdi. OH-la birləşdi, D sudur. Qaldıq A ilə Y-nin arasında. Baxıram ki, Y-də natrium NO3 mis OH2. Mislə də OH göy rəngli çöküntü verir. Deməli, Y də getdi. A duzla duzun reaksiyasıdır. Duzla duzun reaksiyası necə olmalıdır? Başlanğıclar suda həll olan, nəticə çöküntü verməlidir.
Kalium sulfat həll olur, olur. Maqnezium xlorid olur, olur. Amma nəticədə çöküntümüz olmadığı üçün A variantı axıra qədər getmir. Keçirik növbəti sualımıza. 82 nömrəli sualımıza baxaq. Sualı bir dəqiqə yaxınlaşdıraq. H2O gəlsin H iyonu və hidroksonium ionunun alınması ilə nəticələnir. Bu prosesdə dəyişən nədir? Uşaqlar, bu prosesdə dəyişən hidrogenin oksidaşma dərəcəsi dəyişmir. Çünki bu rabitə, burada reaksiya baş verən zaman donor-akseptor rabitəsi ilə yaranmışdır. Yəni, burada oksigenin oksidləşmə dərəcəsi dəyişmir. -2 və hidrogen də -1 olaraq qalacaqdır. Burada sadəcə nə dəyişir uşaqlar? Bax, donor akseptorundan yarandı. Donor burada oksigen, hidrogen akseptor. Yəni, gələn bu hidrogen əlində elektron gətirməmişdir. Ona görə oksigenin oksidləşmə dərəcəsi dəyişmədi. Amma valentliyi bir vahid artdı. Yəni, dəyişən nədir? Oksigenin valentliyi. Yalnız 2. Davam edirik. Növbəti suala keçək. 83-cü suala baxaq. 83-cü sualda nə deyilir bizdə? 20 qram texniki kalsium karbidin su ilə qarşılıqlı təsirində 5,6 litr asetlin əmələ gəlmişdir. Texniki kalsium karbiddə kənar qarışığın kütlə payını müəyyən edin. Ola bilər ki, biz reaksiyanı unutmuşuq və yaxud da bütöv yazmaq istəmirik. Onda nə edirik? Kalsium karbidin formulu bizə verilib hələ burada. Yəni biz də bunu bilirik. Kalsium karbidin formulunu yazdım. Və xətt çəkirəm. Nə alınmalıdır deyir uşaqlar? Asetlin. Asetlinin də formulu C2H2. Karbonlara görə 2 karbon, 2 karbon. Deməli bizim əmsala ehtiyacımız yoxdur. Və mən asetlinin üstünə 5,6 litr yazıram. Kalsium karbidin də üstünə yazıram x qram. Aşağıdan hesablama aparıram. 64 qrama da 22,4 litrdir. Neçə dəfə azalıb uşaqlar burada? Gördüyümüz kimi 22,4-dən 5,6-ya düşüb. Yəni 4 dəfə azaldı. Deməli 64-ü də 4 dəfə azaldım. X-in qiyməti neçə oldu? 16. Deməli uşaqlar, texniki qarışıqda kalsium karbid 16 qramdır. Amma siz diqqət edin ki, orada kalsium karbidi soruşmur ha. Yəni bizdən nəyi soruşur? Texniki kalsium karbiddə kənar qarışıq. Onda 20 qramın 16-sı kalsium karbiddirsə, 4 qramı da kənar qarışıqdır. Ona nəyi hesablayırıq? 4 20-nin neçə faizini təşkil edir? 4-ü böləcəyik 20-yə, vuracağıq 100-ə. Bu da bizdə nəticədə olacaq 20%. Deməli, bizim 20% kənar qarışığımız var. Davam edirik. Növbəti testlərə baxmağa. Təmizləyək buranı. Ümumiyyətlə, suallar tam birinci qrupa uyğundur, asandır. Davam edək. 84-cü suala baxırıq. 84-cü sualda X metalının nitrat turşusunun reaksiyasına baxırıq. Biz burada nitrat turşusunun reduksiya məhsullarını bilməliyik. Burada uşaqlar NO2 əmələ gəlib. NO2 də nə vaxt əmələ gəlir? Hidrogendən sonra gələn metalların qatı nitrat turşusunun reaksiyası. Deməli, onda bizdə hansı ola bilər? Mis ola bilər, gümüş ola bilər. Çünki hidrogendən sonra gələn metallarımız mis-ci və gümüş, qızıl, platindir. Qızıl platin onsuz da nitrat turşusuna reaksiyaya girmir. Qalır cavabımızda mis-ci və gümüş. Buradan da bizə mislə gümüş verilibdir. 85-ci suala baxaq. C3H4 və C2H6 birləşməsi verilibdir. Və bu birləşmənin molları və mollarını istəyir bizdən. Nəyə diqqət edək? Birinci baxaq. 8 tam %96 litr. Bizdə neçə moldur uşaqlar? 0,4 moldur. Düzdürmü?
Yəni x-lə y-in cəmi bizdə 0,4 mola bərabərdir. Bunu yazdıq. İndi kütlələrə baxaq. Bununki verib. Demək 40x-lə 40x üstə gəlsin. Bizdə digər nə verib? 30. 30y bərabərdir verib 13 qrama. Sistem tənliklə həll edək. Sürət və məxrəci buradan 40-a vuraq. Y istədiyinə görə x-imiz getsin. Onda burada nə qalır? 40x-lə 40x gedəcək. 40y-dən 30y keçəndə qalır 10y. 10y-ə də baxırıq. 10y bərabərdir. 0,4-ü vurdum 40-a. Elədi 16. 16-dan da biz uşaqlar 13-ü çıxsaq, bizdə nə qalacaqdır? 3. Deməli, y bərabərdir. Neçə mol edəcək? 0,3 mola bərabər edəcəkdir. Bizdən də y istəmişdi. Deməli, 0,3 mol bizdə etan qazı qarışıqda mövcuddur. Davam edirik. Növbəti məsələmizə keçmədən öncə yenə burada bir təmizləyək və davam edək. Növbəti məsələdə nə verib bizə? Alüminium və kalsiumdan ibarət 0,6 mol qarışığın tam reaksiyasına 0,8 mol xlor sərf olunur. Qarışıqda alüminium mol sayını müəyyən edin. Məsələ bir növü bu yuxarıdakı məsələ tipi kimidir. Yenə sistem tənliklə gediləcək bu məsələ. Biz reaksiyaları yazaq. Alüminiumun xlorla reaksiyasına baxaq. Reaksiyanı heç yazmasaq da uşaqlar. Bax, məsələn, alüminium bilirik ki, 3 valentlidir. Ona görə alüminiumun 1 molu bizə neçə mol xlor birləşdirə bilər? Deməli, 3 dənə xlor atomu, yəni 1,5 mol xlor birləşdirə bilər. Alüminiumu da x mol götürsəm, kalsiumu da y mol götürsəm, x ilə y-in cəmi bizə neçə verib? 0,6. Bunu yazdıq. Kalsiumda 2 valentli olduğu üçün kalsiumun da 1 molu elə neçə dənə xlor atomu birləşdirə biləcək? 2 dənə olduğu üçün yəni 1 mol xlor birləşdirir. Alüminiumu x götürmüşəmsə, alüminium 1,5x, kalsium isə y mol birləşdirəcək. Bərabərdir 0,8. Oldu sistem tənlik. Tərəf-tərəfə çıxsam y-lərim gedəcək. 0,5x bərabərdir. Aldıq 0,2. X də bərabərdir. 0,2-ni bölsək 0,5-ə. Cavabımız eləyəcək 0,4. Deməli, qarışıqda alüminiumumuz nə qədər oldu? 0,4 mol alüminium olacaqdır. Davam edək. Artıq gəldik 87-ci testə. Yenə buraları təmizləyək. Hı-hı. 87-ci sualda baxaq, uyğunluğu müəyyən edin. Duz. Duz nədən ibarətdir? Metal və turşu qalığından ibarət olan mürəkkəb maddə. Deməli, onda bizim duzumuz hansı variantda göstərilib? A variantında. Peroksid. Peroksid nədir? Oksidə oxşuyur, oksid olmayan. Məsələn, ola bilər ki, peroksidi biz unutmuşuq. Onda necə tapaq uşaqlar? Mənfi 2-dirsə oksid, mənfi 1 oksidləşmə dərəcəsi göstərirsə oksigen, bu peroksiddir. Burada da bax, natrium 2O2. Və bir də peroksidlər həmişə sabit valentlilərdə olur. Ki, biz onun həm də oksidləşmə dərəcəsini rahat tapa bilərik. Çünki birdən sual verə bilərsiniz ki, müəllim, burada xrom oksidi, hardan bilək xrom dəyişkəndir. Həmişə peroksiddə yanındakı sabitdir. Burada peroksiddə oksigen mənfi 2, burada üzr istəyirəm, xrom 2 oksiddə oksigen mənfi 2, xrom müsbət 2, yəni bu oksiddir. Amma natrium 2O2-də hesablama aparsaq, natrium 2O2-də, bax, natriuma müsbət 1 yazsaq, buna x yazsaq, cəbri cəmdə biz bilirik, axı 0 olmalıdır. Müsbət 2-nin üstünə mənfi 2 gələndə 0 eləyir. Burada elə neçədir? Mənfi 1. Yəni natrium 2O2 nəyə getdi? Peroksidə. 3 isə oksid, B ilə Y variantı da getdi oksidə. D variantı isə turşu olduğu üçün heç birinə aid
etmirik. Növbəti gəldi cavab vərəqində yerinə yetiriləcək suallarımıza. İndi onlara da birlikdə nəzər yetirək. Bir dəqiqə uşaqlar, bu sualları qaldıraq. Aha. Bizə nə veribdi? 1 litrlik qapalı qabda M mol dəm qazı və M mol oksigen qazı verilib və reaksiya qabda 0,4 mol CO2-nin əmələ gəlməsi zamanı tarazlıq yaranır. Uşaqlar, ümumiyyətlə, mən sizə yaxınlıqda tarazlıq məsələlərini izah edəcək bir video göndərəcəm. Tarazlıq məsələlərini həmişə, yəni diqqət etsəniz, qəbullarda tarazlıq məsələsi, kimyəvi reaksiyaların sürəti mövzusu çox vaxt, yəni keçilən mövzulardandır. Ona görə həmişə qəbulda bir sualım, yəni mən uşaqlarıma da deyirəm, tarazlıq mövzusu olmalıdır. Və tarazlıq mövzusunu həll etmək istəyiriksə, bu qrafiki mütləq qurmalıyıq. Başlanğıc, sərf olunan və tarazlıq qatılıqlar. İndi mən nülər yazdım, çünki mollar vermişdim. M mol bu, M mol bu. Alınan maddədə həmişə olmur, 0 olaraq yazdım. Deyir ki, tarazlıqda 0,4 mol karbon qazı var. Əgər karbon qazı 0,4 moldursa tarazlıqda, onda 0,4 molda onun sərf olunanı. Çünki alınan maddənin sərf olunanı ilə tarazlığı həmişə bir-birinə bərabər olur. Onda biz bilirik ki, bunlar 2-1-2 nisbətindədirsə, bundan 2-dən 0,4-ə gəlmişəmsə, neçə dəfə azaltmışam uşaqlar bunu? 5 dəfə azaltmışam da, düzdürmü? Onda bunlar da 5 dəfə azaldıq. Onda oksigen 0,2 sərf olunub. Bu da nə qədər sərf olunubdur? 0,4 sərf olunub. Sonra mənə deyir ki, tarazlıq halında 2,8 dəm qazı var. Bu da dəm qazı üçün dəm qazının emerinin 28 olduğunu bilirik. Bu da neçə moldur tarazı? 0,1 mol. Yazdım. Oksigen 3,2, demək oksigendə nə qədərdir? 0,1 mol. İndi baxıram ki, mənə başlanğıclarını istəyirsə, 0,4-ün üstünə 0,1 gəldim. Dəm qazının başlanğıcı elədi 0,5. Oksigenimki nə qədər elədi? 0,3. Deməli, cavabımız 0,5 və 0,3 oldu. 0,5 və 0,3 olacaqdır. Davam edirik. Növbəti testə keçək. Burada yenə bizə yer lazımdır. Bu yazdıqlarımızı silək. Uşaqlar, əgər hər hansı bir test əlavə sualınız olsa, mənə yorumlarda bildirə bilərsiniz, əlavə izah edərik. Davam edək. Növbəti testimizə baxırıq. Burada nə verib? Hidrogen və kükürdün deyir kütləsi bərabərdir. Aha. Və hər birinin florla reaksiyasına baxaq. Biz hidrogenə görə gedə bilmərik, çünki 2 dənə məhsulumuz var. Amma biz kükürdə görə gedə bilərik. Var da bizə verilib kükürddə florun mol sayı. Kükürdlə florun reaksiyasını yazıram. Cavabımız S flor 6. 3 mol yazdım. 6 mol flor reaksiyaya girəndə neçə mol kükürd reaksiyaya girir? 1-in 3-ə girirlər. 6 molda girəndə x-imiz neçə eləyəcək? 2 mol. 2 mol kükürd bizim üçün neçə qramdır? 64 qram. Deməli, M-imiz neçə verdi? 64. Hidrogenimiz də onda 64 qramdır. 64 qram hidrogen neçə moldur uşaqlar? Florla reaksiyasını yazsaq, 2 mol nə yaranır? HF. Bilirəm ki, florla hidrogen 1-in 1-ə gedir. Və 64 qram hidrogen də elə 32 mol deməkdir də, biz 2-yə böldük. Deməli, N-imiz də neçə verdi? 32 mol olacaqdır. M-imiz 64, N-imiz isə 32 mol olacaqdır. Və sonuncu 90-cı suala gəlirik. 90-cı suala diqqət edək. 90-cı sualda kalium xlorat və fosfor arasında baş verən reaksiya. Bu kibritin alışma reaksiyasıdır. Reaksiyanı yazaq. Kalium xlorat üstə gəlsin fosfor, kalium xlor və
üstə gəlsin. Uşaqlar, cavabımız nə olur? P2O5. Reaksiyanı əmsallaşdıraq. Oksigen 3,5. Bunlar üçün əkob 15-dirsə 5 yazdım. Burada 6 yazdım. Burada 5 yazdım. Reaksiya düzgün əmsallaşıb. Reaksiyada diqqət edək ki, alınan maddələrin biri 6-da dayanıb, biri B-də dayanıb. Alınan maddədə də ən az, yəni digərinin alınanı B 6-dan böyükdür. Deməli, B onda kalium xlorundur. 6 da onda nəyindir uşaqlar? P2O5-indir. Mən də bilirəm ki, 5 kalium xlor girəndə, alınanda daha doğrusu, 3 mol P2O5 alınır. Onda 6 mol P2O5-ə neçə mol kalium xlor alınmalıdır? X. X-imiz neçə eləyəcək burada? 10. Yəni X-imiz deyəndə B-imiz. Biz buradan B-ni müəyyən etdik. B-ni istədim. İndi isə bizdən A-nı istəyir. Yəni artıq qalan maddəni. Gəl onda müəyyən edək. Biz bilirik ki, 5 mol kalium xloroid 6 mol fosfor reaksiyaya daxil olur. Bu reaksiya zamanı 3 mol P2O5 alınır. 6 mol P2O5 alınanda isə bunu 2 dəfə artırmadıq. Onda bunun ikisini 2 dəfə artırdım. Demək 12 mol fosfor reaksiyaya girib, 10 mol da kalium xloroid girib. Amma başlanğıc qrafikdə görürsünüz, ikisi də eynidir. Gəlin 12 mol fosfor, 10 mol kalium xloroid və fosforun da hamısı tam sərf olunub da biri. Başlanğıcı böyük rəqəm 12 götürək. 12 götürəndə fosforun hamısı reaksiyaya girdi. 12-dən də 10 mol kalium xlorat girdi və nəticədə 2 molunda neynədir? Artıq qaldı. Demək, A elədi 2, B-min də qiyməti bayaq müəyyən etdik, 10 oldu. Bu da birinci qrupun testinin izahı. Hər birinizə uğurlar uşaqlar. Yəni əlavə testlər də yerləşdiriləcək bir yerdə. Yenə suallarınız olsa yorumlarda yaza bilərsiniz. Hər birinizə təşəkkürlər. Sağ olun.